Son dövrlər demək olar ki, hər birimizin ətrafında öskürək, boğaz ağrısı, ürək bulanma kimi əlamətlərlə xəstələnənlər var. Bu vətəndaşlarda ciddi narahatlıq doğurmağa başlayıb ki, bəs ətrafda demək olar hamı bu yeni viruslara yoluxub. Hərə bir ad qoyur və daha çox adlandırılan yeni virusdur. Gəlin soruşaq elə peşəkar adamdan ki, problem nədədir və insanların tez-tez xəstələnmə səbəbi nədir? Bu doğrudan da mı yeni virusdur, yoxsa ənənəvi bildiyimiz qripin simptomlarından biridir? Birbaşa bağlantıda həkim Vüsalə Əliyeva suallarımızı cavablandıracaq. Vüsalə xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Bu yaşananları nə ilə və necə izah eləmək olar? İnsanlar artıq tez-tez xəstələnməyə başlayıblar. Əvvəllər 5-6 aydan bir bu müşahidə olunurdusa, indi ayda bir dəfə ən yaxşı halda insanların hərarətdən əziyyət çəkdiyini, öskürəkdən əziyyət çəkdiyinin şahidi oluruq və bu xəstəlik özünü fərqli simptomlarla göstərməyə başlayıb. Əslində problem nədir və bu xəstəliyin adı necədir? Hər vaxtınız xeyir. Təşəkkür edirəm sizə. Çox gözəl mövzuya toxunmusunuz. Mövsümlə əlaqədar, mövsüm dəyişməsi ilə əlaqədar, havaların dəyişkən keçməsi ilə əlaqədar, yəni istər böyüklər, istər uşaqlar arasında mövsümü kəskin respirator virus infeksiyaların yayılmasını müşahidə edirik. Amma narahatçılığa əsas yoxdur. Yəni bu mövsümü bir xəstəliklərdir. Yəni bunlarla hər zaman biz üzləşirik. Ən çox mən vurğulamaq istəyirəm ki, bu viruslardan adenovirus çox yayğındır, xüsusilə də uşaqlar arasında rotavirusdur və həmçinin streptokok anginalarına da rast gəlirik. Yəni bu xəstəlikləri birləşdirən ümumi simptomlar var ki, yəni hərarətdir, yüksək hərarətini müşahidə edirik, boğaz ağrısını müşahidə edirik, konjunktivit ola bilər, xüsusilə də adenovirus infeksiyasında rast gəlinir və yaxud da ki, ishal, qusma ola bilər. Bu da rotavirus infeksiyasında biz bu hallara rast gəlirik. Yəni bir də söyləyirəm ki, yəni bunlar mövsümü bir virus infeksiyalarıdır, mövsümü xəstəliklərdir. Narahatçılığa əsas yoxdur. Yəni adətən bu xəstəliklər 5 gün, maksimal bir həftəyə sağalma müşahidə edirik biz. Yəni elə bir xüsusi müalicə də yoxdur, simptomatik müalicə aparılır. Yəni tez-tez xəstələnməyə gəldikdə isə mən deyə bilərəm ki, yəni immuniteti gücləndirmək lazımdır. Xüsusilə də uşaqlarda, istər böyüklərdə. Yəni sağlam həyat tərzi keçirmək lazımdır. Sağlam qidalanmaq lazımdır. Xüsusilə də meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Mövsümü meyvələr artıq çıxıbdır. Yəni meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Bol maye qəbul etmək lazımdır. Təmiz havada, yəni qapalı məkanlardan uzaq durmaq lazımdır. Təmiz havada, açıq havada daha tez-tez vaxt keçirmək lazımdır. Yəni elə bir dediyim kimi narahatçılığa əsas yoxdur. Gigiyenik qaydalara xüsusilə də riayət eləmək lazımdır. Biz nə zaman narahat oluruq? Əgər hərarət 3 gündən artıq davam edirsə, yüksək hərarət və yaxud da ki, halsızlıq, öskürək 5 gün, bir həftədən artıq davam edirsə, artıq bu zaman mütəxəssisə, həkimə müraciət etməyi tövsiyə edirik ki, yəni hər hansısa bir ağırlaşmanın qarşısını almaq məqsədi ilə. Bu arada mən mövsümü xəstəliklərlə bağlı danışmaq istəyirəm. Siz dediniz, narahat olmayın, mövsümü viruslardandır. Amma bu bütün mövsümlərdə eyni simptomlarla özünü göstərən virusdur. Normaldır, yoxsa yox? Qışda da biz sizinlə danışanda, yəni sizi deyəndə mən həmkarlarınızı nəzərdə tuturam. Eyni problemlə bağlı danışanda deyir, narahat olmayın, mövsümü virusdur. Yay fəslində də eyni cavab alırıq, yazda da, payızda da. Bilirsiniz necədir? Bu kəskin respirator virus infeksiyaları, yəni bunlar hər bir mövsümdə görülə bilər. Bəzi viral infeksiyalar var ki, məsələn, onlar qış mövsümündə daha çox üstünlük təşkil edir, onların yayılması. Simptomatikalar ümumiyyətcə bunlarda oxşardır. Bəzi fərqliliklər var ki, məsələn, dediyim kimi, rotavirus infeksiyası ən çox yay aylarında müşahidə edirik. Yəni bu mədə-bağırsaq disfunksiyası ilə özünü biruzə verir, ishaldır, ürək bulanmadır, halsızlıqdır, hərarətdir və s. Və yaxud da ki, məsələn, streptokok anginaları var ki, onlara da ən çox qış, yaz fəslində rast gəlinir. Yəni bunların ümumi simptomatikasını götürsək, təqribi eyni simptomlar müşahidə edilir. Bəzi fərqliliklər də var. Yəni o fərqliliklərə görə də biz seçə bilirik ki, hansı virusdur pasiyentdə.
Yaş faktoru burada rol oynayırmı? Yəni qısa olaraq sual verim ki, Azərbaycanda bu cür viruslara yoluxanlar adətən hansı yaş aralığında olan insanlardır? Yəni bu mövsümi viruslara həm uşaqlar, həm böyüklər yoluxa bilər. Düzdür, bəzi elə infeksion xəstəliklər var ki, onlara yalnız uşaqlar yoluxurlar. Amma mövsümi virus infeksiyalarına daha çox həm böyüklər, həm uşaqlar yoluxa bilər. Bu rotavirus infeksiyasına daha çox uşaqlar yoluxurlar. Amma ailədə bəzən görürük ki, uşaq bu xəstəliyi tutubsa, valideynlərdə də keçmə ehtimalı var və əlamətlər biruzə özünü verə bilir. Yəni burada elə bir yaş məhdudiyyəti yoxdur. Aydındır. Vüsal xanım, çox sağ olun. Minnətdaram. Güman edirəm ki, tamaşaçılar üçün bizim söhbətimiz faydalı oldu. Birbaşa bağlantıda həkim Vüsalə Əliyeva ilə danışdıq. Çünki son zamanlar öskürək, ishal, baş ağrı, hərarətlə xəstələnənlərin və xəstəliyi bununla büruzə verənlərin sayında bir artım var. Səbəbləri soruşduq və həkimlərimiz bizi arxayın edir ki, narahat olmayın. Bu mövsümi virusdur. Əgər hərarət 3 gündən artıq davam edirsə, bundan sonra həkimə müraciət eləmək lazımdır.